Tərzine Evet. malik insanlardır. Onlar heç bir yeniliğe açıq deyirlər. Heç nəyi öyrənmək üçün cəhdlər etmirlər. Onlar nailiyyətlərini yüksəltmək üçün heç bir belə deyim də vasitədən istifadə etmirlər. Sadəcə elə mən bunu bacarmaram deyirlər. Bir də var idi açıq düşüncə tərzi. Açıq düşüncə tərzində olan insanlar isə daha çox mən bacaracam və yaxud çalışırlar və yaxud məqsəd göstərirlər, cəhd edirlər və nailiyyətə nail olurlar. Aha. Sonra dedik ki, müəllimə, bu Karol Dweck qadın idi. 30 ildən çox, belə deyək ki, tələbələr arasında apardığı araşdırma, yəni çətinliklə, uğursuzluqla qarşılaşarkən onların nə reaksiya verdiklərini müəyyən elədi. Yəni Karol Dweck'in məqsədi buydu. Müəyyən oldu ki, açıq düşüncə tərzi, bir də qapalı düşüncə tərzimiz var idi, düzdür.